D1 Smart Dimmer Switch, yəni ağıllı işıq tənzimləyici açar. Uzaqdan idarə oluna bilən ağıllı işıq tənzimləyici relé moduludur. Bu cihazla işıqlandırmanı istədiyiniz kimi tənzimləyə bilərsiniz. İstər pultla, istər telefondan, istərsə də səsli idarə etməklə. Cihaz həm klassik lampalarla, həm də parlaqlığı tənzimlənən LED lampalarla işləyir. Üstəlik olduğunuz məkana uyğun günəşin çıxma və batma vaxtına görə ssenari yarada bilərsiniz. Məsələn, qonaq otağının işığını gün batanda avtomatik 60% parlaqlıqla yansın deyə qura bilərsiniz. RM433 pultu və bazası ilə adi elektrik açarını əvəz edə və D1 cihazını idarə edə bilərsiniz. Gəlin bağlantılara baxaq. Faza naqili cihazdan keçərək birbaşa işığa, neytral naqil isə elə birbaşa işıqlandırma sisteminə qoşulur. Unutmayın ki, D1 cihazının qidalanması üçün əlavə bir neytral xətt mütləqdir. Gəlin cihazı Evelink tətbiqinə qoşaq. Tətbiqə daxil olub, üstəgəl düyməsinə toxunmaq və ardı ilə Quick Pairing, yəni sürətli əlaqələndirmə və cihazı əlavə et bölmələrini seçməkdir. Daha sonra Wi-Fi şəbəkənizi seçin və növbəti düyməsini klikləyin. Qoşulma bitdikdən sonra D1-i istədiyiniz otağa əlavə edə bilərsiniz. Bu qədər. Artıq ağıllı işıq tənzimləyicinizi telefonla rahat şəkildə idarə edə bilərsiniz. Cədvəl və taymer funksiyaları ilə cihazın həftənin hansı günlərində və hansı saatlarda açılıb sönəcəyini rahatlıqla təyin etməyiniz mümkündür. Hətta ssenari bölməsində 4 hazır tənzimləmələrdən birini seçərək işığın intensivliyini zövqünüzə uyğun dəyişə bilərsiniz. RM433 R2 pultunu qoşmaq isə çox sadədir. Belə ki, cihazı işə saldıqdan sonra 5 saniyə ərzində pultun istənilən düyməsini klikləyin. Qısa siqnal səsi eşidənə qədər gözləyin. Bu o deməkdir ki, bütün düymələr artıq işlək vəziyyətdədir. Pultda da 4 fərqli işıqlandırma rejimi var, amma ən aşağı parlaqlıq səviyyəsini tətbiqin üzərindən özünüz dəyişə bilərsiniz. Son olaraq parlaqlığını tədricən azaltmaq və ya artırmaq üçün düyməni sıxıb saxlamağınız kifayətdir. Bu qədər asan.